Hamınıza salam. Gəlin bugün çox yayğın, amma çox vaxtda yanlış başa düşülən bir mövzudan danışaq. Sosial anksiyetə, yəni sosial təşviş pozuntusu. Çoxları bunu sadəcə həddindən artıq utancaqlıq kimi bilir, amma əslində bu, buzdağının sadəcə görünən tərəfidir. Gəlin birlikdə bu mövzunun biraz dərinliyinə enək, görək məsələ nə yerdədir. Heç olubmu ki, bir qrupda söhbətə başlamaq, marketdə satıcıdan məsələ soruşmaq və ya sadəcə diqqət mərkəzində olmaq sizə çox çətin gəlsin? Əgər bu kimi adi görünən vəziyyətlər sizdə güclü bir narahatlıq, hətta bəlkə də qorxu yaradırsa, bilin ki, bu hissləri yaşayan tək siz deyilsiniz. Bunlar sosial təşvişin ilk siqnalları ola bilər. Yaxşı, gəlin ilk öncə əsas bir məsələni aydınlaşdıraq. Görək adi bir həyəcanla klinik bir vəziyyət olan sosial təşvişi bir-birindən ayıran o incə cizgi haradadır? Çünki bu fərqi anlamaq, problemin kökünü görmək üçün bilirsiniz ən vacib ilk addımdır. Deməli, məsələ nədir? Hamımız bəzən həyəcan keçiririk, elə deyilmi? Məsələn, vacib bir təqdimatdan və ya iş görüşməsindən əvvəl. Bu tamamilə normaldır, çünki vəziyyətə bağlıdır. Amma sosial fobiya tamam başqa bir şeydir. O, davamlı və o qədər intensiv bir qorxudur ki, insanı sosial vəziyyətlərdən qaçmağa məcbur edir. Bu da təbii ki, insanın gündəlik həyatına, münasibətlərinə, işinə, bir sözlə, bütün həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Baxın, bu gördüyünüz xəstəliklərin beynəlxalq təsnifatında verilən rəsmi klinik tərifi. Bütün məsələnin kökündə dayanan əsas qorxu budur. Mənfi qiymətləndirilmə qorxusu. Yəni insan qorxur ki, nəsə səhv edəcək, rəzil olacaq, ona güləcəklər və ya onu bəyənməyəcəklər. Məhz bu qorxu da insanı sosial fəaliyyətlərdən uzaqlaşdırır. İndi gəlin biraz daha dərinə gedək. Görək bu sosial təşviş insanın daxilində, yəni həm zehni, həm də fiziki olaraq necə hiss olunur. Çünki bu sadəcə bir düşüncə deyil, sanki bütün bədəni ələ keçirən əsl bir fırtınadır. Burada diqqət yetirməli olduğumuz ən maraqlı məqam odur ki, beynimizdəki o qorxu hissi bədənimizdə necə real fiziki reaksiyalara səbəb olur. Ürək döyüntüsü sürətlənir, insan tərləyir, əlləri əsir, nəfəsi daralır. Bunlar təsəvvür edin ki, sadəcə xəyal deyil, bədənin təhlükə var siqnalına verdiyi tamamilə real cavablardır. Eyni zamanda da psixoloji olaraq diqqəti cəmləmək çətinləşir, insan nəzarəti itirməkdən, hətta bəzən ölüm qorxusundan belə əziyyət çəkə bilir. Bax, bu məqamda psixoloq Barış Gürkaşın çox yerində dediyi bir söz var. O buna fəlakətləşdirmə deyir. Yəni, beyin avtomatik olaraq ən pis ssenarini canlandırır. Məsələn, əgər indi danışsam, mütləq bir səhv buraxacam və hamı mənə güləcək və ya hər kəs mənim necə həyəcanlı olduğumu görür kimi düşüncələr yaranır. Bu düşüncələr də təbii ki, içərdəki o fırtınanı daha da gücləndirir. Yaxşı, bəs daxildə yaşanan bu fırtına təkcə içəridə mi qalır? Əlbəttə ki, yox. Gəlin indi görək, bu vəziyyət insanın real həyatına, münasibətlərinə və gələcək planlarına necə təsir edir. Çünki bu, anlıq bir narahatlıqdan daha dərin, uzunmüddətli nəticələri olan bir haldır. İnsan sosial vəziyyətlərdən davamlı şəkildə qaçanda, təbii ki, bu münasibətlərə təsirsiz ötüşmür. Yeni dostlar tapmaq çətinləşir, mövcud əlaqələr zəifləməyə başlayır. Nəticədə insan özünü getdikcə daha tənha hiss edir. Hətta bəzən ailə üzvləri ilə belə açıq ünsiyyət qurmaq və ya romantik bir münasibətə başlamaq demək olar ki, mümkünsüz görünür. Təsir təkcə sosial həyata deyil, insanın gələcəyinə, potensialına da toxunur. Məsələn, məktəbdə təqdimat etməkdən və ya sinifdə sual verməkdən qaçmaq təhsil göstəricilərini aşağı sala bilər. İllər sonra isə iş müsahibələri, komanda ilə birgə işləmək, liderlik tələb edən vəzifələr, bütün bunlar aşılmaz bir dağ kimi görünə bilər. Bu, insanın öz potensialını reallaşdırması qarşısında ciddi bir maneədir. Yaxşı, bütün bu çətinliklərdən danışdıq, amma indi gəlin işin ən vacib hissəsinə keçək. Çıxış yolu nədir? İndi bu hissləri idarə etməyə kömək edə biləcək çox praktik, real addımlardan danışacağıq. Yəni, nəzarəti yenidən ələ almağın yollarından. Deməli, qarşınızda sosial təşvişlə mübarizə üçün 3 sadə, amma çox güclü addım var. Birincisi, düşüncə analizi. İkincisi, bədəni sakitləşdirmək. Və üçüncüsü, kiçik sınaqlar etmək. Gəlin indi hər birinin necə işlədiyinə ayrı-ayrılıqda baxaq. Bu, həqiqətən çox effektiv bir yazı məşqidir. Gəlin bir nümunə ilə izah edim. Məsələn, sizi narahat edən mənfi düşüncəni tutursunuz, danışsam rəzil olacağam. Sonra bu düşüncənin sizdə hansı hissi yaratdığını yazırsınız. Qayğı, utanc. Və nəhayət, şuurlu şəkildə daha məntiqli, daha real bir alternativ fikir yazırsınız. Söhbətdəki səssizlik tək mənim məsuliyyətim deyil ki, bu prosesi davamlı etmək beynimizi o avtomatik neqativ düşüncələrdən uzaqlaşdırmağa kömək edir. İkinci addım bədənimizə nəzarəti geri qaytarmaqdır. Unutmayın, beyindəki o təşviş bədəndə fiziki reaksiya yaradır. Amma gündə cəmi 5-10 dəqiqə ayırıb dərin nəfəs alıb vermə məşqləri etməklə və ya sadə meditasiyalarla bu panika zəncirini qırmaq mümkündür. Sadəcə rahat bir yerdə oturun və bütün diqqətinizi sadəcə nəfəsinizin bədəninizə necə girib çıxdığına yönəldin. Və üçüncü, bəlkə də ən vacib addım, hərəkətə keçmək. Amma dayanın, qorxmayın. Məqsəd özünüzü dərhal böyük bir təqdimatın ortasına atmaq deyil, əsla. Çox kiçik, riski demək olar sıfır olan sosial addımlarla başlayın. Marketdə kassirə yaxşı günlər deyin. Yolda gördüyünüz yaşlı birinə salam verin. Hər belə kiçik, uğurlu addım beyninizdəki o fəlakət ssenarilərinin əslində heç də real olmadığını sizə sübut edəcək və öz güvəninizi tədricən artıracaq. Bu da əlavə bir bonus məsləhət. Gəlin söhbət çantamızı biraz dolduraq. Bəzən narahatlığın səbəbi nə danışacağını bilməmək olur. Gündəlik xəbərləri oxumaq, biraz kitab vərəqləmək sizə danışmaq üçün mövzular verəcək. Bir də ki, söhbəti davam etdirmək üçün açıq uzlu suallar verməyə çalışın. Yəni hə və ya yox cavabı tələb edən suallar yerinə necə və nə üçün kimi suallar verin. Bu, söhbətin axarını təmin edəcək.
Bütün bu addımlar şübhəsiz ki, çox kömək edə bilər. Amma bəzən bu yolda peşəkar bir bələdçiyə ehtiyac olur və bu tamamilə normaldır. Heç çəkinməli bir şey deyil. Gəlin indi peşəkar dəstək seçimlərinin nələr olduğuna baxaq. Və bu təsadüfi bir məlumat deyil. Baxın, bu gördüyünüz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqlədiyi rəsmi bir klinik protokoldur. Bu o deməkdir ki, təşviş pozuntularının müalicəsi üçün artıq elmi cəhətdən sübuta yetirilmiş effektiv metodlar var. Protokola görə əsasən 2 sübuta əsaslanan müalicə yolu var. Birincisi psixoterapiyadır, xüsusilə də koqnitiv davranış terapiyası, yəni qısaca KDT. Bu terapiyada mütəxəssislə birlikdə o neqativ düşüncələri tapıb, onları daha sağlam olanlarla əvəz etməyi öyrənirsiniz. İkincisi isə bəzi zəruri hallarda həkim nəzarəti altında təyin olunan dərman müalicəsidir. Və ən əsası bu təhlili çox güclü bir ümid mesajı ilə bitirmək istəyirəm. Mənbələr və mütəxəssislər aydın şəkildə deyir ki, sosial təşviş pozuntusundan tamamilə sağalmaq mümkündür. Yəni bu ömürlük bir vəziyyət deyil. Doğru dəstək və doğru alətlərlə həyatınızı məhdudlaşdıran bu qorxuya qalib gələ bilərsiniz. Ən əsası yardım istəməkdən çəkinməməkdir. Bütün bu məlumatlardan sonra gəlin özümüzə bir sual verək. Dəyişiklik üçün ilk addımınız nə olacaq? Bəlkə bu gün o kassirə salam vermək, ya da bəlkə də bir mütəxəssis haqqında internetdə məlumat axtarmaq. Unutmayın, ən uzun yol belə ilk addımla başlayır.